ictimai Hə, rəy hazırlamaq üçün o konstitusiya ictimai dəyişikliyi. hazırlayırlar ki, biz Azərbaycanın istədiklərini eləməliyik ki, sülh sazişi bağlansın və ondan sonra imperiyalardan canımız qurtarsın. Əli bəy, Azərbaycanın istədikləri deyərkən, yəni biraz da necə deyirlər, mövzunu açaq da genişləndirək. Hı. Azərbaycan Zəngəzur dəhlizini istəyir, amma bu dəhlizə nəzarət məsələsi çox önəmlidir. Ermənistan bu barədə fikirləşir ki, özü nəzarət etməlidir. Yəni burada da fikirlər toqquşur. Bu məsələ necə tənzimlənməlidir? İlqar bəy, bu üçtərəfli razılaşmada Rusiyanın o dəhlizə nəzarət məsələsi var idi. O razılaşma da 25-ci ilə qədər nəzərdə tutulmuşdu. Yeri gəlmişkən orada var idi ki, 6 ay əvvəldən artıq bu sazişin dayandırılması ilə bağlı tərəflərdən mövqe olmalıdır. Bunu gərək biz indi artıq bildirək ki, bizim bu rəsmi dairələr bunu eşitsin və o addımları atsın. Elə Ermənistan da, Azərbaycan da artıq indidən bildirməlidirlər ki, artıq bir sazişin uzanmasını istəmirik. Bu sazişlər, düzdür, onu deyirlər. Ay, Rus qoşunu çıxıb falan edib, amma formal olaraq saziş qalır. Sabah Rusiya özünə gəlsə, güclənsə, onu bəhanə edib qayıdıb bura girə bilər. O olmasın deyə, bax indidən yəqin ki, indi bizi dinləyirlər. Hər halda çalışıb bunu başqa televiziyalarda demək lazımdır ki, artıq Azərbaycan hökuməti o sazişin şərti gərəyi elan versin ki, artıq bu sazişin müddəti bitir, bunu da uzatmaq fikrində deyilik. Çox, bitdi. Yəni orada. Bu sazişin bitməsi ilə əslində o Ermənistanın o Zəngəzur bölgəsində Rusiyanın nəzarət hüququ da aradan qalxır. Onu da əslində de yure ləğv eləmək lazımdır. O ki, qaldı indi bizə lazımdır, dəhliz kimi lazım. Biz istəyirik ki, oradan Azərbaycanın Naxçıvana gedən yüklər, insanlar yoxlanmadan geçsin, gömrük, rüsum verilmədən keçsin, bir mənalı. Amma o ərazidə yolların açılması, kommunikasiyanın açılması, həm də orta yolun açılması deməkdir. Artıq o orta yol oradan keçəcəksə, bu Ermənistan üçün böyük gəlir qaynağı deməkdir. Yəni oradan onların alacağı o deyək ki, bu torpaq bastı deyək də, bu tranzit yüklərə görə o alınan rüsumlar falanlar əslində Ermənistanın iqtisadiyyatına da faydalıdır. Üstəlik Ermənistan bu kommunikasiyaya qoşulmaq imkanı əldə edir. Artıq o kommunikasiyaya qoşulub Türkistanla, nə bilim Avropa ilə əməkdaşlıq edə bilər, ticarət edə bilər. Yəni Azərbaycanla Türkiyənin, Azərbaycanla Türkistanın, Türkiyə ilə Türkistanın o əlaqələri daha kəsə, daha optimal yolu da açılır. Yəni bu baxımdan bu lazımdır. İndi o nəzarət məsələsini düşünürəm ki, bir müzakirə etmək olar. Artıq orada da böyük güclərin, Rusiyanın, ABŞ-nin, Fransanın iştirakına ehtiyac yoxdur. İranın, Miranın iştirakına heç də ehtiyac yoxdur. Bunu uzaqbaşı Azərbaycan və Ermənistan tərəfi oturub özləri razılaşa bilir. Biz oturub razılaşa bilərik ki, bu dəhlizdə nəzarət necə təmin olunsun ki, biz oradan keçən yüklərimizin, insanlarımızın təhlükəsizliyinə arxain olaq. Yəni bizə o təhlükəsizlik təminatı lazım. Yoxsa ərazi Ermənistan yurisdiksiyası kimi qoy qalsın. Yəni ona sözümüz yox. Və yaxud da oradan o böyük yol, o tranzit yüklər ki keçəcək artıq, məsələn, deyək ki, Çindən Avropaya gedən yüklər. İndi o yüklərlə bağlı artıq o başqa rejim olacaq. Ermənistan da bir dövlət kimi öz ərazisindən keçən yüklərə indi nəzarət eləməlidirsə eləsin, nə bilim, rüsum almalıdırsa alsın, onun sorunudur. Əsas bizə lazım olan odur ki, Azərbaycandan Naxçıvana, Naxçıvandan Azərbaycana gedib gələn dəmir yoluna, quru yoluna Ermənistan müdaxilə etməsin. Yəni belə vizual nəzarət edə bilər qıraqdan. Amma bir formada bizim də hansısa bir nəzarətimiz olmalıdır. Çünki biz ermənilərin vəhşiliyini bilirik. Sabah o insanlara hücum ola bilər, o yüklərə bir müdaxilə. Düzdür, ora böyük bir ərazi deyil. 40 kilometrdən gedir də söhbət, bir boğazdır. Amma bütün hallarda hər halda bizim də təminatımız altında olmalıdır ki, biz arxain olaq ki, təhlükəsiz, plansız Azərbaycandan Naxçıvana insanlarımız gedəcək, gələcək. Maşınlarımız gedəcək, yüklərimiz gedəcək. İndi bunun üçün də məncə, düşünürəm ki, Azərbaycan və Ermənistan ikilikdə oturub bunu danışa bilərlər. Əgər doğrudan da bir moderator lazımdırsa, o moderator da elə Türkiyə. Bugün Ermənistan artıq Türkiyə ilə də münasibətlərini kifayət qədər, belə deyək də, yaxınlaşdırmağa çalışır. Yəni ədalətli bir üçüncü tərəf lazımdırsa, bu nə İrandır, nə Rusiya. Nə də Fransadır, nə də başqası. Elə bu Türkiyə. Türkiyə orada bir üçüncü tərəf kimi, deyək ki, bizim, deyək ki, orada hansısa bir məsələlərimiz varsa, orada arbitrlıq edə bilər. Yəni mən belə düşünürəm. İndi vaxtilə orada bir başqa fikirlər də var idi. Hətta hansısa bir şirkət, iki tərəfin razılığı verən bir şirkətin gəlib orada mühafizəni həyata keçirməsi ilə bağlı da bir ideya var idi. Yəni başqa ideyalar da ola bilər. Bunu bir başqa hansısa bir özəl şirkətə də həvalə eləmək olar, bizim və ermənilərin etibar elədiyi. Yəni elə bir mexanizm yaratmaq olar ki,
Ermənistanın demir ki, mənim yurisdiksiyamdır. İran da deyir də, ora girmək olmaz, mənim qırmızı xəttimdir. İndi o qırmızı xətti göstərir İran, deyir, yala, bu da sənin qırmızı xəttin. Biz onun Ermənistanın yurisdiksiyasına dəymirik. Torpaq onundur. Amma bizim oradan nəzarətimiz, bizim orada təhlükəsizliyimizin təminatı olan bir mexanizmdə qurulur. Ki biz arxayın oluruq ki, insanımız gecə, gündüz nə vaxt gedəcək, gələcək, yüklərimiz təhlükəsiz gedib gələcək. Ermənilər onlara bir pislik etməyəcək, hücum olmayacaq, nə bilim, təhlükə olmayacaq və s. Məncə bu ermənilər üçün də faydalıdır. Amma onlar başa düşürlər ki, bu bizim üçün də olmazsa olmazdı. Mən o hər zaman deyirəm ki, o Zəngəzur bizim idi. Ruslar aldılar, verdilər ermənilərə, amma heç olmaz oradan bizə yol verdilər. İndi bu ermənilər o qədər axmaqdılar ki, nə torpağımızı qaytarırlar, nə də yol vermək istəmirlər. Başa düşmürlər ki, bu çox istəyən azdan qalır. Biz bir gün məcbur olub deyəcəyik ki, əgər mənə yolumu vermişsəniz, onu torpağımı qaytar. Ya torpağımı qaytar, ya da adam kimi yolumu ver, mən gedim gəlim. Yəni bu məsələdə düşünürəm ki, onlar anlamağa başlayıblar. Bir də o üçüncü tərəfin, məsələn, o söhbət o Avropanın sülh məramlarından gedir söhbət. Orada nədir, o yerləşdirdiklərdə o mülki missiya falan, o 209 nəfər. Onların da müddətini uzatdılar. Düzdür, o bizə xoş deyil, çünki bizim razılığımız olmadan olub. Və o ilkin razılaşmanın sonra şərtləri dəyişib. Orada müddət az idi, 40 nəfər idi, 2 aylığına gəlmişdi, onda bizdən razılıq almışdı. Amma sonra onu bir tərəfli elədilər, bizim razılığımızı almadan onun müddətini də uzatdılar, sayı da artırdılar falan. Ona görə biz haqlı olaraq bundan narazıyıq. Amma mən bir şey də deyim ki, mənə elə gəlir ki, əslində o mülki missiyanın Ermənistan ərazisindəki fəaliyyəti, o da yəqin ki var. O Azərbaycana qarşı nəzarət, nə bilim, binokul, nə bilim, şpiyonajı, kəşfiyyat məlumatları toplaması falan falan. Amma yəqin başqa bir şey də var. Onlar hər halda fərqindədirlər ki, Ermənistan ordusunun içində Rusiyanın hələ də gücləri var. Yəqin ki, onlar indi məncə, mən elə düşünürəm ki, hər halda onlar o Ermənistan ordusunun içindəki o Rus yönlülərin də qarşısını almaq üçün bir şeylər edirlər. Hər halda onlar yalnız Azərbaycanı nəzarətdə saxlamırlar. İndi belə deyək də, son vaxtlar görürsünüz, sərhəddə düzdür, ara sıra təxribatlar olur Ermənistan tərəfindən. Amma əvvəlki ilə müqayisədə xeyli azalıb. Bəlkə də onlar həm də o çalışırlar ki, o Ermənistan ordusunun içində o Paşinyanın nəzarət eləmədiyi o Rusiya bağlı olan o casus şəbəkələrin də bir formada nəzarət eləsinlər ki, onlar təxribat törətməsin. Azərbaycan Ermənistanı üz-üzə qoymasın. Yəqin bu işlər də var orada. Hər halda, amma bütün hallarda münasibətlər düzələndən sonra onlara da ehtiyac yoxdur. Hər halda biz özümüz münasibətlərimizi nizama salırıqsa, ara açılırsa, sülh sazişinin imzalanması təbii ki, konstitusiya ilə bağlıdır. Artıq Azərbaycan məsələni qoyubdur. İndi bilmirəm, burada bəlkə də hansısa, məsələn, bəlkə də Paşinyan seçkini eləyib sonra o referenduma da getmək istəyər. Çünki o, ola bilsin, referendumu önə salsa, dediyim ki, erməni cəmiyyəti hələ bir çox şeyləri qəbul eləmir, həzm eləmir. Hələ də o türklərə, Azərbaycana qarşı olan nifrət var. Ona görə də bu bizim şərtimiz kimi irəli sürülən bu məsələlər Paşinyanın özünün də o seçkilərinə zərər vura bilər. Yəni onun hakimiyyətdən getməsini şərtləndirər falan. Ona görə də bəlkə də Paşinyan ona görə düşünür ki, öncə seçki eləsin, yerini bərkitsin, növbətləri seçilsin, sonra o konstitusiya dəyişikliklərinə getsin. Amma bildiyim qədər o yeni konstitusiyanın layihəsini hazırlayırlar. Düzdür, onlar da o erməni bişliyidir də, onlar bəzən deyir ki, biz Azərbaycanın dediyinə görə eləmirik, özümüz edirik, belə edirik. Amma Paşinyanın son günlər çox maraqlı bir ifadəsi var idi və doğru təsbit idi. O deyir ki, o prezidentlərə cavab verində deyir ki, siz burada müstəqil Ermənistan dövlətinin başçıları olmamışsınız. Siz burada Rusiyanın müstəmləkə şəbəkəsinin başında durmuşsunuz. Yəni siz müstəqil Ermənistan dövlətinin prezidentləri olmamışsınız ki. Sizi Ruslar burada özünün bir uzantısını yaratmışdı, siz onu qorudunuz. Yəni əslində onların mahiyyətini açır deyir. Yəni nəyi demək istəyirəm? Paşinyan fərqindədir ki, o konstitusiya əslində elə Rusiyanın o müstəmləkə mexanizminə oxşayan bir konstitusiyadır. Onu da yeniləmək lazımdır. Yəni əslində o konstitusiyanın içində Ruslar Azərbaycan-Ermənistan münaqişəsini bir növ sanki sənədləşdirmişdilər, konservləşdirmişdilər. Və düşünürlər ki, nə qədər ki bu konstitusiya var, Azərbaycanla Ermənistan heç vaxt anlaşa bilməyəcək, dostlar ola bilməyəcək. Bunlar anlaşa bilməyəcəksə, deməli Rusiya həmişə burada olacaq. Necə ki bizim aramızda gərginlik var, o demək ki, Rusiya burada olmalıdır ki, desin ki, mən burada olmasam, bu uşaqlar danışamır. O oyunu ilə qurmuşlar, o siyasəti, fitnə fəsadı ilə düzəltmişlər. İndi Paşinyan da başa düşür ki, əslində konstitusiyadan o məsələləri götürəndən sonra Azərbaycanla Ermənistan arasında bir şey qalmır.
və onun da Ermənistan dövlətinin bu gün o kupçasını, tapusunu Azərbaycan verir. Biz Ermənistanı hansı sərhədlər çərçivəsində tanıyacağıqsa, Ermənistan dövləti olacaq. Biz tanımayacağımızsa deməli orada Ermənistan dövləti yoxdur. İstəyir gəlsin ABŞ ondan strateji tərəfdaşlıq sazişi bağlasın, istəyir Rusiya nə bilim oradan nələr desin, istəyir Fransa ona silah-sursat göndərsin. O həll eləmir. Ermənistanın taleyini Azərbaycanın siyasi iradəsi həll edir. Ona görə də məncə onu da Paşinyan anlayır. Və tərəfdarlarına da deyəsən başa salıb, indi çalışırlar ki, əhalini başa salsınlar. Amma o proseslər gedir. Əli bəy, növbəti sualım bundan ibarət ki, sual verməmişdən qabaq tamaşaçılardan efiri bəyənib paylaşmalarını xahiş edirəm. Siz dediniz ki, Paşinyan Ermənistan ictimai rəyinə hazırlayır da, yəni sülh müqaviləsini, belə deyək. Amma bizdə olan da şərtlərindən biri bu idi ki, Azərbaycan da öz konstitusiyasında dəyişiklik eləsin. Çünki Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib. Yəni o ərazilər də Ermənistan torpaqları var. Bunu necə? Bunu mümkün hesab edirsinizmi? Ümumiyyətlə Azərbaycan ictimaiyyəti buna hazırmı? Qətiyyən, onu da ehtiyac. Əvvəla Ermənistan o gücün yiyəsi deyil və o haqqın yiyəsi deyil ki, bizə nəyisə diktə eləsin. Bizim dediyimiz həqiqət. Bizim konstitusiyada Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmamız bizim doğal haqqımızdır. Buna Ermənistana heç bir dəxli yoxdur. Ondan qorxurlar ki, həmin Cümhuriyyətin ərazisi 114 min kvadrat kilometr idi. Ondan qorxurlar ki, o Cümhuriyyətin ərazilərinin bir hissəsində Ermənistanın işğal altındadır və biz ona istinad edib onlardan haqqımızı tələb edə bilərik. Onlar haqlıdır, qorxmaqda haqlıdırlar. Biz də zaten elə onu deyirik. Biz də onu deyirik ki, əgər sən o işğalın altında, işğal elədiyin torpaqların üzərində qalmaq istəyirsənsə, bizim iradəmizə ehtiyac var. Biz qərar verməliyik. Biz öndə vacib deyil o konstitusiyanı dəyişək. İndi əgər biz sabah Azərbaycan hökuməti o sərhədləri tanıdısa, o deməkdir ki, biz əslində tanıdıq. Yəni o istənilən şeyi gələcək nəsillərin dəyişmə iradəsi var. Bəzən elə məsələ olur ki, qanunda yazırlar ki, bunu heç vaxt dəyişmək olmaz. Amma bu deyək ki, o bizim yəni biz doğrudan da Cümhuriyyətin varisiyik. Mən də hesab edirəm ki, o Xalq Cümhuriyyəti olmasaydı, indiki Azərbaycan dövləti olmayacaqdı. Və bunun ermənilərə heç bir dəxili yoxdur. Ermənilər o işğal elədikləri torpaqları bizim istəyəcəyimizdən qorxurlarsa, haqlıdırlar, o qorxmaqlarında olsunlar. Amma yenə biz qərar veririk. Biz sabah qərar versək ki, yox, torpaqlar onlarda qalsın, o qalacaq. Yəni bunun üçün konstitusiya dəyişməyə ehtiyac yoxdur. Bizim o siyasi iradəmiz sabah olacaqsa, yaxud o sərhədləri tanıyacağıqsa, o demilitarizasiya, deyək ki, o sərhədlərin müəyyənləşməsi falan o proseslər olacaqsa və Azərbaycan rəsmi olaraq onu tanıyacaqsa, o halda o deməkdir ki, biz o belə deyək ki, o məsələləri dəyişdik, legitimləşdirdik, yaxud da indiki şəraitə uyğunlaşdırdıq. Ona görə də onlar məncə açıq biraz onu da görürsünüz da demirlər. Onlar əslində onu yenə o cəmiyyətə bir növ sakitləşdirmək üçün edirdilər ki, görürsünüz Azərbaycan bizdən tələb edir, biz də onlardan tələb edirik. Bax işte biz Azərbaycana işləmirik, biz Azərbaycandan qorxmuruq, nə bilim, Türklərə agentlik eləmirik falan. O həmişə onları o şeylə sıxışdırırlar. İndi Paşinyan anlayır, başa düşür. Çünki bu müharibənin ağrısını, acısını bu yaşayıbdır. O həmin adamdır ki, bir vaxt Şuşada yallı oynayırdı, yallı gedirdi, Zorxana gedirdi və bizi hədələyirdi. Və bu həm də həmin adamdır ki, bir gün çağırdılar ki, gəl bu sazişi imzala, yoxsa sənin orada 20 bin adamın, əskərin qırılacaq. O bunu öz dərisində yaşayıb. Amma indi o sıravi erməni onu bilmir axı o. Nə bilim o mıkırtış bilmir axı nələr baş verir. O araqdan zaddan içir. Beynini də doldurublar ki, Türk bizim düşmənimiz deyil, ondan düşmən olmalıyıq. O da dirəşir ki, yox, biz ondan düşmən olmalıyıq. İndi onu qandırmalıdır ki, sən ondan düşmən olsan, sən yox olacaqsan. Sənin ondan düşmən olmağa gücün yoxdur. Sən nəinki Türkiyəni, heç Azərbaycanla bu gün döyüşmək imkanında deyilsən. Yəni o xəstəliyi, o köhnə nağılları unut. Əgər Paşinyan yaxşı bir ideya deyirdi, dedi ki, mən bir xəyali Ermənistan var, bir də real Ermənistan. Mən real Ermənistanı qorumaq üçün o xəyali Ermənistanı dəfn eləməliyəm. O ideyanı da dəfn eləmək üçün həmin o xəstə ermənilərin, o erməni faşizmini yumalıdır, təmizləməlidir, onun beynini yumalıdır. Yəni bax, bu məsələlər var. Məncə yəni o şeydə, o konstitusiyayla bağlı məsələdə bir PR məsələsi idi. Yəni biz qorxmuruq, biz Azərbaycana cavab veririk. O daxili auditoriya üçün olan bir şeydir.
Yəni boş bir şey. Xəbər növbəti sualım sabah ayın 12-si Avropa Parlamentində erməni separatçıların məsələsi müzakirə olunacaq. Ə, 12 mart tarixində keçiriləcək plenar iclasda Bakıda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan erməni separatçıları məsələsi müzakirəyə çıxarılacaq. Müzakirə insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin pozulması halları üzrə debatlar çərçivəsində baş tutacaq. 13 mart tarixində eyni məsələ ilə bağlı təcili qətnamə səsverməyə çıxarılacaq. Əli bəy, bu terrorçuların mühakiməsi ilə insan haqları, demokratiya, qanunun aliliyinin nə əlaqəsi, nə bağlılığı? Bilirsiniz, bunlar erməni terrorçusudur. Bunlar deyək ki, ərəb terrorçusu olsaydı, nə bilim, müsəlman terrorçusu olsaydı, hamıdan əvvəl Avropa İttifaqı deyəcəkdi ki, onları asmaq lazımdır, öldürmək lazımdır. Amma erməni terrorçusuna onlar özlərinə bir köynək yaxın kimi baxdılar. Həm də bu Ermənistanın yaranmasında, erməni terrorunun özünün belə formalaşmasında Avropanın çox böyük rolu var. Erməni terrorizmi elə belə bir gündə yaranmayıb ki, ona onlar illərlə əmək veriblər. Onun üçün gəlib Anadoluda məktəblər açıblar, Osmanlı ərazisində, erməni çocuklarını, türklərlə bir yerdə oynayan, qaynayan, qarışan, nə bilim, etibarlı millət adı qazanan bir milləti gəlib aparıb o məktəblərdə beynini zəhərləyiblər uşaqlıqdan. Onları inandırıblar. Osmanlı dövründə millət Yəni həmin, bəli, həmin erməni terrorizminin valideynidir onlar. Babasıdır, əcdadıdır onlar. Ona görə də öz yetimçələrinə sahib çıxırlar. Yəni başa düşürlər ki, bu yetimçə deyəcək ki, sən məni məcbur elədin, sən məni öyrətdin, fıskırtdın ki, get türkün üstünə, indi türk də məni əzir, məni cəzalandırır. Qırmışam da, Xocalıda adamları qırmışam, indi ona görə məni məhşərə çəkib. Bu, yəni bir növ onların o vəfa borcudur. Həmin o rəzaləti onlar özləri yaradıblar axı. Orayla bağlıdır bir. İkinci, Avropa Parlamentinin bilirsiniz, onun o baxımdan yəni o qərar olsa belə heç nə dəyişmir. İndi bilmirəm bu qərar olacaq, olmayacaq. Ehtimal eləyək ki, olacaq. Hər halda çıxardıblarsa yəqin ki, bir qərar verəcəklər. Amma onun mənası yoxdur. Üçüncü, bu faşistlər, bu rejimin, Qarabağdakı separatçı rejimin belə deyək də, bu üzdə olanları, liderləri əslində etiraf edirlər. Cinayətlərini etiraf edirlər. İndi onu yaxşı servis eləmək lazımdır. Mən zaten yəqin xatırlayarsınız, bir zaman deyirdim ki, ümumiyyətlə gəlin biz bunları bir beynəlxalq tribunal yaradaq. Oradan mühakimə edək. Elə o beynəlxalq tribunala həmin Avropalıların özlərini də cəlb edək. Onların da hakimləri iştirak eləsin. Və onların bu erməni faşizmini beynəlxalq miqyasda mühakimə edək. Çox təəssüf ki, bunu eləmədik. Çox təəssüf ki, bunu etmək lazım idi. O halda onların ümumiyyətlə dili çıxmayacaqdı. Çünki oradakı o cinayətləri artıq onlar görəndə ki, bunlar hansı cinayətlər törədiblər? Azərbaycan xalqına hansı pislikləri ediblər? İnsanlara hansı zülümləri ediblər? Yəni bunların əslində Alman faşizmindən daha idbar bir faşist olduqlarını özləri görəcəkdi və dilləri çıxmayacaqdı. Çox təəssüf ki, bunu etmədik. Amma yenə də hər halda mən düşünürəm ki, bu məhkəmənin qərarlarını, məhkəmənin gedişini bir formada servis eləmək lazım. Mütləq onu ingilis dilində, fransız dilində, nə bilim, ərəb dilində yaymaq lazım. Üzr istəyirəm, müdaxilə elədiyimə görə, yəni bilmədiyimə görə soruşuram. Bu məhkəmə prosesləri canlı yayımlanır, yoxsa yox? Bildiyim qədər yox. Oradan reportajlar falanlar var, amma yəqin çəkilişləri var. Məncə, bu barədə dövlət düşünməlidir. Olduqca vacib məsələ. Çünki artıq onlar müəyyən etiraflar edirlər. Hətta məsələn, o Araq deyir ki, bunu mən eləməmişəm, qərarı Ermənistan hökuməti verib, Paşinyanın üstünə atır, o bunun üstünə atır. Daha etməmişik deyə bilmirlər, çünki əməllər ortadadır, şahidlər ortadadır. Ona görə də bunu əslində servis eləmək lazımdır ki, dünya eşitsin. Həmin o Avropa Parlamentinə də bir formada həmin o çəkilişləri aparıb göstərmək lazımdır, təqdim eləmək lazımdır ki, buyurun, sizin o, nə bilim, demokratiya, insan haqları filan dediyiniz məsələ ilə bu məsələnin ümumi heç nəyi yoxdur. Bunlar cinayətkardırlar. Siz Alman faşizmini bağışladınız, bağışlamadınız ki. Hələ indi Almaniya özündən belə deyək, qurcalanıb nəsə eləməyə çalışır. Hələ 80 il keçib üstündən indi Almaniya hərbi xərclərini artırır. Ordu yaratmaq istəyir. 80 il onu küncə qoyublar ki,
sən faşist ideologiyasını yaymısan, sən bizə zərər vurmusan, sən soyqırım eləmisən, sən Avropada müharibə törətmisən. Bunlar da burada bir cinayətləri törədiblər də. Heç erməni, belə deyək, Alman faşizminin eləmədiyi dəhşətləri bunlar ediblər, amansızlıqları ediblər. Bunların ziyalısı Azərbaycan qız uşağını, körpə uşağı dərisini soyur və onun ölümünü müşahidə edir. Almanlar məncə heç bunu eləməmişdi. Alman faşizmi bunu eləməmişdi. Əslində bunu göstərmək lazımdır və almanlara demək lazımdır ki, siz bunlara baxan yerdə şükürlüsünüz. Bəlkə də elə ona görə gəl sonra onlar bizə də təşəkkür edəcək ki, siz yaxşı bizi biraz ağac çıxartdınız. Yəni bunlar onlardan da daha mundardır. Amma bu yaramazları çox təəssüf ki, biz servis edə bilmirik. Bunların əməllərini təqdim edə bilmirik. Onlar cinayətkar olurlar, quldur olurlar, nə bilim, cani olurlar. Görsən necə bir forma tapırlar, bir fürsət tapırlar, özlərini müdafiə etdirirlər. Mən əminəm ki, Avropa İttifaqının da, nə bilim, hətta bir Pakistanlı xanım indi gəlir bura, hüquq müdafiəçisi. 100% onların hamısının arxasında erməni fitnəsi var. İndi orada diaspor var. Yəqin ki, elə indiki Ermənistan hökumətinin də barmağı var. Özləri gizlənsələr də bir formada uzantıları vasitəsilə bu cinayətkarları müdafiə edirlər. Qoruma